Dəyərli və gözəl xalqım, gəlmişəm sizə Ölsan Əmlak bazarının şah əsərini göstərməyə. Maşallah olsun. Şah əsərdir bax. Bir də fikir verin. Görün nə gözəl. Yəni incəliklə bir-bir işləyiblər bu evi, gözəlliklə. Yəni alıcısını gözləyir. Elə çerez video evin sahibindən proyektin halallığını alıram. Qardaş halal elə bu evin proyektini uğradım. İnşallah özüm üçün də qismət olsa haçansa belə bir ev tikəcəm Allahın izni ilə. Dəyərli müştərilərim, 2 sot yarımın içində 180 kvadrat paket kupçalı. Bax belə bir gözəl layihəli evimiz çıxıb satışa. Hövsan bağlardadır bax bura. Ləvənci deyilən ərazidə. Burada bizim gördüyümüz kimi bax qapını biraz dalada çəkiblər ki, yəni rahat maşınını saxlayasan. Orada sənindir. Yəni kupçada da orada. Alan insan qapısının ağzı sırf bu insana aiddir. Yəni heç kim başqa qapı aça bilməz. Öz həyətindən çəkib arxaya ki, maşın saxlayasan. Bax üzüm talvarı düzəldi. Qəşəng bax belə naveslər var təzə. Yəni yumru naveslər. Onlardan düzəld, yəni şəraitdə özün üçün yarad orada elə qaraj yerinə də istifadə edə bilərsən. Bax burada əlavə köməkçi otaqları da göstərmirəm sizə, qaranlıqdır. Amma bax burada aşağıda bir dənə otağı hazır ediblər. Kim istəsə, yəni evimiz bu otaqla birlikdə 5 otaqlı sayılır. Mətbəxi çıxmaq şərti ilə. İndi çıxıram sizə bir dənə ümumi evimizi təqdim eləməyə. Həqiqətən də hal-hazırda Hövsan Əmlak bazarında bu gözəllikdə, belə keyfiyyətdə, yəni paket kupçalı bir ev yoxdur. Ya Allah, vay, girməmişdim içinə. Onda qəşəngiymiş bu həqiqətən. Bu adam bacarır da bu işdə qardaş. Fikir verib işıqlanmasına fikir verib bir dənə. Koridorun işıqlanması, tavanın işıqlanması, göstərir yuxarını qaldır. Əməlli başlı görsünlər. Bir dənə bu tavanı göstərirsən. Sırf tavanı çəkkinlə qaldır kameranı görsünlər. Yadırğamısan hə? Gəl gör. Bəli, bura bizim mətbəximizdir. İstəyən olsa danışıqdan asılıdır. Mətbəx mebeldə yığmaq olar. Yəni danışarıq qiymətdə, o nə qədər endirim olacaq, yəni onun içində hamısını. Reallıq olandan sonra hər bir şey qaydasına qoymaq olur. İndidən başlamışam, həvəsə gətirir ev adamı doğrudan da. Elə bil ki, bu dəqiqə klientlə danışıram. Gəlib kimsə alır bu dəqiqə yerində elə. Burada bir dənə detski yataq otağımız yerləşir. Dediyim kimi işıqlanma filan super, yəni. Hər bir şey qaydasında. Lap lüstür də istəsəz yenə də onu da danışmaq olar. Bu insan yəni dizaynına güvənərsiniz yəqin ki, çünki görün necə bir ev yaradıb burada. Şəbəkə pəncərələrlə, adi kombini görün necə bax düzəldib burada. Həmişə necə eləyirlər? Standart. 2 dənə 3 dənə ora, 2 dənə 3 dənə bura düzdür, amma bax bir dəfə eləyib qoyub buradan səliqəli bir qıraqda yaradıb. Buranın da eyni ilə tavanda belə qəşəng qara xətt qantlarla işləmələrlə sportlar da öz qaydasında pəncərələr də ki, birbaşa fikir verin, yəni çox böyük pəncərələrdir. Bir daha həyətinə elə buradan təqdim eləsən görsünlər, maşallah açan kimi hava götürdü aləmi. Hövsan bağlardır bura, Ləvənci deyilən ərazidir. Əsas yola bir 5 dəqiqəlik məsafə Maral marketin yaxınlığında yerləşir. Kim baxmaq istəsə, indi əlaqə nömrəsi qeyd edəcəm. Bu evi bir dənə ətraflı təqdim edək. Gəl bura. Ağ qapıları da yaddan çıxarmayaq bax, qara ruçkalarla. Yəni konkret bu evin dizaynını tamamlayır. Bir dənə arada elə sanuzeldə təqdim eləsən. Şulkası da qoşulub, duş qoyulub yerinə, bütün aksesuarlar quraşdırılıb, yeri də istipol. Bayaqla bir şey deyəsən qeyd eləmədim. İndidən deyim elə. Aşağıdakı otağın da yeri təmiz istipoldur. 2 dənə də yataq otağımız son olaraq sizə təqdim olunsun gördüyünüz kimi. Tam səliqəli, yəni gözəl dizaynda bu gözəl evimiz alıcısını gözləyir dəyərli müştərilərimiz. Buyurub əlaqə nömrəmizi sizə qeyd edeyim. 070 871 82 81 nömrəsinə zəng eləyin. Gəlin bu gözəl evimizin sahibi inşallah siz olun. Bu evi həqiqətən də nə bilim, dosta qardaşa deyirlər qismət olunacaq evi. Həqiqətən bu ev o evdir. Qazı suyu işığı da daimidir, hər bir şey qaydasındadır. Paket kupçadır, ipotekaya da yararlıdır. İndi nağd yəni gəlib kim istəyir ala bilər, ipotekaya da ala bilər. Buyurun gəlin bu gözəl evimiz sizin olsun. Qiyməti də qeyd edeyim 136 min manata deyilir. Real müştəriyə yerində əlbəttə ki. Şirinliyi ilə endirimimiz olacaq. Özünüzə yaxşı baxın. Bir dənə videomuzu bəyənməyi unutmayın. Axır vaxtda nəsə bəyən zət gəlmir, zəifləyib səhifə. Bir dənə fikirlərinizi rəylərdə bölüşün. Bəlkə bir dənə paylaşasınız da. Allah canınızı sağ eləsin. Sağ olun.